Əleykum. Lənkəran rayonu Boladi kəndindən müraciət edirəm. Kəndimizin 12 min əhalisi var. Baş prokurorluğa, Elm və Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, təbibə müraciət edirəm. Bizim kəndin iki orta məktəb binası, bir bağça binası var. Gəlin baxın, bağçadan başlayın. Bağçadan baxın, görün siz övladlarınızı o bağçaya apararsınızmı? Siz imkan verərsiniz sizin uşaqlar, sizin övladlar bizim o məktəblərdə təhsil alsınlar. Bir saylı tam orta məktəb. Əliyev Seyran müəllim istədiyini eləyir. Pandemiya qaydalarına zidd olaraq məktəbin bir hissəsini boş saxlayıb, siniflərinin sayını azaltmaq üçün, özünə ad qazandırmaq üçün uşaqların sayını 30 və daha artığa çıxardır, daha artığa çatdırır. Respirator xəstəliklərin daha rahat yayılması üçün şərait yaradır bilərəkdən. Məktəbin bufeti bir neçə 2 ildən çoxdur, işləmir. Uşaqlar tənəffüs zamanı kəndin mərkəzinə buraxılır. Hal-hazırda yağıntıdan sonra, yağışdan sonra məktəbin həyəti dizə kimi sudur. Heç kim buna fikir vermir. Şikayətləri tək bu boyda kətdə tək mən eləmişəm. Rıza Zəfər Əlirzoğlu. Şikayətləri elədiyimə görə bələdiyyənin sədri Dadaşov Səlman, müavini Həsənov Elman, icra başçısı Hüseynov Nizami, bizim millət vəkili Cavanşir Paşazadə, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşov. Bunlar birləşib məni məhkəməyə veriblər dəfələrlə. Məhkəmə işləri üzərimə qaldırıblar, qanunsuz cərimələr eləyiblər, bir neçə min manat cərimə eləyiblər. Şikayət elədiyimə görə, haqqımı tələb elədiyimə görə mal-qaramı mənə satdırıblar. Dadaşov Səlman kənddə gəzir, özünə haqq qazandırır. Bax, onun mal-qarasını satdırdı, onun hər şeyini satdırdıq. Torpağın da əlindən alarıq, mülkün də əlindən alarıq, bu kənddən də qovarıq. Niyə? Mən haqqımı tələb eləmişəm. Niyə? Çünki mən düzgün dövlətimin qanunları ilə yaşamaq istəyirəm. Bunlar buna imkan vermirlər. Cinayətkar əməlləri ilə məşhur olan birisi öz dostlarını üzərimə göndəriblər. Dəfələrlə mənə qarşı cinayət əməlləri törədib. Baş prokurorluğa da müraciət eləmişəm. Daxili İşlər Nazirliyinə də müraciət eləmişəm. Adam əlinin qolunu sallayaraq kətdə gəzir, istədiyini də eləyir və yenə də mənə barmaq silkələyir ki, istədiyimi yenə də sənə qarşı bu hərəkətləri eləyərəm. Bu kətdə böyüklük, səriştəsiz idarəçilik bu kəndi çöktürüb. Bu kətdə yaşayışı dözülməz hala salmışsınız. Bizim müalicə hüququmuzu tam olaraq əlimizdən almışsınız. 12 min əhalisi olan kəndin xəstəxanası var idi. Niyə əlimizdən almışsınız? Cənab Səhiyyə Naziri, təbib, niyə əlimizdən almışsınız? Ombudsmana məktubla, bütün dövlət orqanlarına müraciət eləmişəm, ombudsmana məktubla müraciət eləmişəm, cavabı mənə göndərib. Bərdə şəhərində pilot layihə keçirilib, nə vaxtsa imkan verir, sizdə də pilot layihə keçirirlər, onda müalicə hüququ qazanarsınız. Bu insanlıqdırmı? Cavanşir Paşazadə, siyasi savadsız Cavanşir Paşazadə, onun savadsız olduğuna, siyasi savadsız olduğuna baxmayaraq, iki cümləni bir-birinə quraşdırıb danışa bilmədiyinə baxmayaraq, Azərbaycan dilinə həqarət elədiyinə baxmayaraq, yenə də millət vəkilidir. Onu kim seçir? Bizim kəndin müəllimləri, bir qrup müəllimi var, bir qrup müəllimi. Onlara hansı ki torpaq hədiyyə olunur, maşın hədiyyə olunur, digər vəsaitlər hədiyyə olunur, onlar hədiyyələri üçün çalışırlar. İnsanların rifahı üçün yox. Cənab Seyran müəllim bizim məktəbi öz şəxsi mülkü sayır. Bizim övladları da öz qulu sayır. Bunun qarşısını alın. Cənab Baş Prokuror, bizim kənddə yaşayışı dözülməz hala gətiriblər. Mən əkinçiyəm. Mənim əkin əkməyə imkan vermirlər, yaratmırlar, yalan danışırlar. Məni cürbəcür nazirliklər yalandan, qanunsuz şəkildə məni cərimələyirlər. Hal-hazırda dərman almağa, uşağım qızdırmadan yanır evdə, dərman almağa pul param yoxdur. Bu insanlığa sığırmı? Evimdə bu dəqiqə hamı xəstədir. Bu nə insanlığa sığır? Biz Azərbaycan vətəndaşı, bizim vətəndaşlıq hüququmuzu niyə əlimizdən almışsınız? Cənab Nizami müəllim, icra hakimiyyətinin başçısısınız. Bu səriştəsiz idarəçilik, idarə edə bilmirsinizsə, çıxın vəzifənizdən, istifa edin vəzifənizdən. Dadaşov Səlmanın əlində oyuncağa dönmüşük. Səlman açıq aydın kəndin mərkəzində bunu mənə deyir. Bu qədər cərimə eləmişəm səni, yenə eləyərəm. Bu nə insanlığa, kişiliyə sığırmı bu?